Salam. Adi günlərdən biri. Axşamdır, evə gəldim. Günün sonuna yaxın ayrıldığımız insanlardan biri, ünsiyyətdə olduğumuz, münasibətdə olduğumuz insanlardan biri X filan kəs danışanda bir xoş olmayan ifadə işlətdi. Və bu yerində bizə çatmadı, cavabını verə bilmədik və yaxud neyəsə xatir vermədik və gəlmişik evimizə. Amma fikir bizi rahat buraxmır. Yata bilmirik, telefona əl atırıq, zəng edirik, adam zəng çatmır. Bütün gecənin narahatlıqlar içində və səhərin açılmasını gözləyirik. Sizcə bugün, bu gecə bizi narahat eləyən X filan kəsdir, yoxsa nə? Düşmənimizi tanıyaq. Bəlkə də X filan kəs indi peşmandır. Bizi narahat eləyən düşüncələrimizdir. Buradadır bizim narahatçılıq.